Fermerin rifahı aqrar sahənin inkişafıdır. Hər dəfə məhz fermerin real dostunu bu cür başlayırıq. Mənim adım Ruslan Zeynaldır və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə fermerin real dostu efirdədir. Əziz tamaşaçılar, hörmətli zəhmətkeş fermerlər, bugün də fermerin real dostu sizin üçün faydalı, maraqlı bir mövzuya toxunub. Əvvəla onu qeyd edeyim ki, fermerlər və kənd təsərrüfatı ilə məşğul olanlar üçün önəmli, vacib bir dövr başlayır. Bu dövr fevral ayının 1-dən başlayıb söhbət yazlıq və çox illik əkin bəyanlarının elan olunması dövründən gedir. Bu, may ayının 31-nə qədər davam edəcək. Məhz bu dövr ərzində də fermerləri maarifləndirmək, onları vacib olan məlumatları çatdırmaq bizim işimizdir. Məsələ buna görə də qonaq dəvət eləmişik. Qonağım bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Orxan Hüseynovdur. Orxan müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Salam, xoş gördük. Mən də bütün dəyərli fermerlərimizi və izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm. Orxan müəllim, sizlə biz elektron kənd təsərrüfatı informasiya sistemi və biraz əvvəl də adını çəkdiyim bəyanla bağlı danışacağıq. Yəni, elektron kənd təsərrüfatı sistemini artıq nəinki fermerlər, hətta bütün Azərbaycan bilir. Niyə bilir? Çünki kənd təsərrüfatı ilə məşğul olan insanların ailələri, ailə üzvləri hamı bilir ki, artıq neçə ildə elektron kənd təsərrüfatı informasiya, qısa desək, EKDIS var. Yəni, bu sistem fermerlər üçün yaradılıb, fermerlərin rahatlığı üçün formalaşdırılıb və biz söhbətimizə bundan başlayaq, dəfələrlə bu mövzuda danışsaq, deyək ki, bəs eləmir. Çünki hər zaman nəsə bir sual çıxır ortaya. Nədir bu elektron kənd təsərrüfatı informasiya sistemi və bu sistemin sıravi zəhmətkeş fermer üçün faydaları nədən ibarətdir? Təşəkkür edirəm sual üçün. Qeyd etdiyiniz kimi, bugün kənd təsərrüfatı sahəsində həyata keçirilən ən mühüm rəqəmsal islahatlardan biri də elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılmasıdır. Qısaca EKDIS deyirik biz buna. Bildiyiniz kimi, Cənab Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərmanla və bu fərmanla təsdiqlənmiş kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydasına əsasən artıq elektron kənd təsərrüfatı informasiya sistemi yaradılmış və 2020-ci il yanvar ayından etibarən artıq aqrar subsidiyalar fermerlərə yalnız EKDIS üzərindən verilməyə başlanılmışdır. Artıq 6 ildir demək olar. Bəli, 6 ildir artıq proses davam edir. EKDIS Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini özündə ehtiva edir. Nədir bu fəaliyyət prinsipləri? Fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarə etmə və innovativ həllərin tətbiqi. Bu üç əsas fəaliyyət prinsipini özündə ehtiva edən, kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan elektron bir sistemdir. Bu sistemin yaradılmasında əsas məqsəd aqrar sahənin elektronlaşdırılması, kənd təsərrüfatı zəncirinin qurulması, aqrar xidmətlərin fermerlərə əlçatanlığının təmin edilməsi və bu xidmətlərin göstərilməsində ən əsas şəffaflığın artırılmasıdır. Qeyd olunan məqsədlərdən də aydın görünür ki, kənd təsərrüfatında şəffaflığı artırmaq, kağız üzərində olan prosesləri artıq belə deyək də tarixə qovuşdurmaq, bəli, qeydiyyatdır, müraciətlər artıq o aradan qalxır. Artıq bitib bunlar. Bəli, bitib. Subsidiyaların ədalətli və dəqiq hesablanmasını təmin etmək və ən əsası fermerlərin işini asanlaşdırmaq. Və ki, bunu bacarmısınız həqiqətən. Bəli, həmçinin fermerləri elektron xidmətlərlə təmin etmək. Və bu əsas prioritetlərdən biridir, demək olar. Və bundan əlavə, EKDIS kənd təsərrüfatı sahəsində bütün məlumatların fermerlərin, onlara məxsus mülkiyyət hüququ olan sənədlərin, əkin bəyanlarının, torpaq sahələri, təsərrüfat məlumatlarının, bütün məlumatların, həmçinin subsidiya ilə bağlı məlumatların, ödənişlərin, demək olar bütün aqrar sahə ilə bağlı bütün məlumatların elektron mühitdə, vahid platformada idarə olunduğu milli bir sistemdir. Çox gözəl. Və həmçinin qeyd edeyim ki, elektron kənd təsərrüfatı informasiya sistemi kənd təsərrüfatının rəqəmsal beyni sayılır və burada bütün məlumatlar toplanır və idarə olunur vahid bir mərkəzdən. Çox çətindir. Nəzərə alsaq ki, kompüterə bənzətsək bunu, böyük bir həcmli yaddaşı olan kompüter var və orada
yarım milyondan çox. Bəlkə nə qədər fermer qeydiyyatdadır yeri gəlmişkən Ektisdə? Ektisdə Əgər bunu açıqlama olarsa açıqlayaq. 700 mindən artıq fermer qeydiyyatdadır. Kifayət qədər ciddi rəqəm. Kifayət qədər böyük bir fermerlə işləyirik bir yerdə. Demək olar, bu gün artıq fermerlərimiz elektron kənd təsərrüfatı informasiya sistemindən onlayn şəkildə təsərrüfatından ayrılmadan, evindən ayrılmadan, heç bir yerə getmədən, telefondan hansısa bir quruma müraciət etmədən, bəli, kompüter, planşet, telefon vasitəsilə onlayn şəkildə qeydiyyatdan keçərək sistem vasitəsilə təsərrüfat ərazi məlumatlarını daxil edir, əkin bəyanlarını daxil eləyir və aqrar subsidiyalara onlayn şəkildə, operativ şəkildə müraciət edə bilir. Yəni subsidiyanı almaq üçün fermer ancaq və ancaq mütləq elektron şəkildə kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçməlidir. Bəli, doğrudur, bəli. Bayaq da qeyd etdik, müvafiq fərmanla tənzimlənir ki, artıq aqrar subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən artıq 2020-ci ildən etibarən verilməyə başlayıb və bu o deməkdir ki, fermerlərimiz əgər aqrar subsidiyalara müraciət etmək istəyirlərsə, mütləq şəkildə Ektisdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi necədir? Çətindirmi, asandırmı? Yəni biz bilirik ki, regionda siz də, mən də tez-tez oluruq. İnsanlar əli qabarlı, zəhmətlə, əziyyətlə o sahədə işləyirlər. Onların vaxtları azdır da bu müasir gadgetlərə, nə bilim, kompüter, texnologiya, telefon və s. və ilaxır. Bir o qədər də vaxt olunur, bir o qədər də belə deyək də həvəsli olmurlar. Bəzən bəzi fermerlərə təbii ki, aid deyil bu. Amma onları başa düşmək olar hardasa Orxan müəllim. Bu adamlar illərdir, deyək ki, dədə-baba torpaqlarında təsərrüfatçılıqla məşğuldurlar. Ona görə nə dərəcədə asandır və rahatdır o Ektisdə qeydiyyatdan keçmək fermer üçün? Əslində Ektisdə qeydiyyat prosesi çox sadədir. Çünki Ektisin özü istifadəçiyə yönəlik bir sistemdir. Yəni heç bir əlavə köməyə ehtiyac qalmadan fermer özü sərbəst şəkildə sistemdən qeydiyyatdan keçə bilməli. Yəni sistemin zaten əsas amaclarından da biri budur, yaradım amaclarından biri. Ki fermerlər heç bir quruma müraciət etmədən, heç bir köməlik olmadan özü sərbəst şəkildə qeydiyyat prosesini həyata keçirə bilməli və məlumatlarını daxil edə bilməlidir. Qeydiyyat prosesi çox sadədir. Sistemdən qeydiyyatdan keçmək üçün fermerlərimiz ilk öncə eAgro.az portalına daxil olaraq açılan ekranda, əsas səhifədə, indi ola bilər ki, yeni fermerlərimiz də bizi izləyir, onlara maraqlı olar. Açılan eagro.az saytına, portalına daxil olaraq ekranda daxil ol düyməsinə klik edərək növbəti addıma keçirlər və orada onların qarşısına giriş üsulları, sistemə giriş üsulları çıxır və giriş üsulları olaraq identifikasiya nömrəsi ilə, sima imza ilə və asan imza ilə onlar qeydiyyatdan keçə bilirlər. Əsasən fermerlərimiz burada, yəni deyək ki, fiziki şəxslər identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirlər. Hüquqi şəxslər FIN-kodla, bəli. FIN-kod, cəmaət FIN-kod kimi daha çox bilir. FIN-kod vasitəsilə qeydiyyatdan keçirlər. Hüquqi şəxslərimiz isə sima imza və yaxud da asan imza ilə sistemə giriş edə bilirlər. Qeydiyyat çox rahatdır. İlk qeydiyyat prosesində təbii ki, video qeydiyyat prosesi həyata keçirilir. Çox sadə bir prosedurdur. Zaten sistem özü onu yönləndirir fermeri. O qeydiyyat prosesi tamamlandıqdan sonra, video qeydiyyat prosesi tamamlandıqdan sonra artıq avtomatik sistemə giriş edilir. Ondan sonra fermerlərimiz qeydiyyat tamamlandıqdan sonra təbii ki, fermer qabiliyyətinin aktivləşdirilməsi prosesi gəlir. O da çox sadə bir prosesdir. Zaten dediyim kimi. Bu yeni qoşulanlar üçün də, yəni yeni fermerlər üçün. Bəli, yeni fermerlər üçün. İllərdir bu prosesi eləyənlər eləmirlər. İldə bir dəfə aktivləşdirmək üçün deyəsən 1 manat ödəniş edirlər. 2 manat bir simvolik bir rəqəmdir. O da bilinməlidir ki, bu fermer aktivdir, fermerin mövcuddur yoxsa yox? Aqrar sahədə fəaliyyətini bir növ təsdiqləyir ki, bu fermerimiz həqiqətən də bu fəaliyyətlə məşğuldur. Və fermer komitə aktivləşdirdikdən sonra fermerlərimiz növbəti addımda təsərrüfat məlumatlarını daxil edirlər. Ondan Misal üçün, Cəlilabad rayonunun filan kəndinin ərazisində təsərrüfatı hansı rayonda, şəhərdə yerləşirsə, bəli, o təsərrüfat məlumatını daxil eləyir. Ondan sonra ərazi məlumatlarını daxil eləyir. Ərazi məlumatlarının içərisində təbii ki, o torpaq sahəsinin yerləşdiyi o rayonda, o kənddə hansı ərazidə yerləşirsə, o məlumatları daxil eləyir. Eləcə də hüquq mənəci sənədləri daxil eləyir. Hüquq mənəci sənədləri daxil etdikdən sonra, yəni çıxarışdır, dövlət aktıdır və s. Bəli, çıxarış, dövlət aktı, müqavilə. Əsasən çıxarış sənədi, bir də
bir elə fürsətdən istifadə edib məlumat kimi qeyd edim. Cənab Prezidentin müvafiq fərmanına əsasən artıq 2027-ci ildə yanvardan etibarən aqrar subsidiyalar çıxarış sənədi əsasında veriləcək. Yalnız çıxarış. Bəli, yalnız biz çıxarış. vaxtda danışmışıq, doğru yerində vurğuladınız, bəli. Bunu buradan xüsusi vurğulamaq istəyirəm ki, fermerlərimiz artıq sənədləri qaydasında olmayan fermerlərimiz indidən müvafiq quruma müraciət edərək sənədlərini qaydasına qoysunlar. Ən əsası təbii ki, çıxarış sənədini əldə etsələr, dəyişsinlər, yeniləsinlər, eləsinlər çıxarış. Yəni bir dəfə bəlkə də belə deyək də əziyyət çəkəcəklər o sənədin alma proseduruna bağlı. Ondan sonra daha rahat şəkildə aqrar subsidiyalar, hər il aqrar subsidiyalardan rahat şəkildə müraciət edib əldə edə biləcəklər. Çıxarışın olması çox vacibdir. Biz bunu həmişə demişik. Orxan müəllim, çox sağ olun ki, yada saldınız. Mən nəyi demək istəyirəm? Siz yaxşı qeyd elədiniz ki, heç bir kömək lazım olmadan fermer özü də rahatlıqla Aqroqovas saytında qeydiyyatdan keçə bilər və ümumiyyətlə qeydiyyatdan keçən artıq mövcud olan fermerlər də bəyan proseslərində özləri o prosesi idarə edə bilərlər. Amma buna baxmayaraq, onlara kömək edən Kənd Təsərrüfatı Nazirliyi var və bölgələrdə Dövlət Aqrar İnkişaf Mərkəzlərdə. Bunu hamı bilir. Rayon cəmaatı, rayonda yaşayanlar, kənd yerlərində yaşayanlar, Kənd Təsərrüfatı İdarəsi desələr də onun adı daimdir. Daimlər. Daimlər yardım edirlər. Ora gedən fermerlər, ora müraciət edən fermerlər məhz xüsusən də bəyan dövründə necə deyirlər, insanlarla dolu olur və yaxşı mənada təbii ki. Və insanlarımız gedirlər, lazım olan hansısa bir məsləhəti alırlar. Düzdürmü? Tam doğru. Bizim Dövlət Aqrar İnkişaf Mərkəzləri, hansı ki biz başda dedik ki, bu sistem istifadəçiyə yönəlik bir sistemdir. Burada yanaşmamız odur ki, fermer heç bir yerə müraciət etmədən, heç bir kömək olmadan özü bunu sərbəst şəkildə, bu prosesi şəffaf və operativ şəkildə həyata keçirsin. Ancaq elə fermerlərimiz var ki, bunu edə bilmir özləri. Ola bilsin kimsə yaşlıdır. Bəli, o segmenti nəzərə alaraq, bəli, bizim yəni. Dövlət Aqrar İnkişaf Mərkəzləri bu istiqamətdə fermerlərimizə köməklik göstərirlər. Biz təbii ki, bir də onu vurğulayım ki, elə kəndlərimiz var ki, bilirsiniz, rayon mərkəzindən uzaqdır. Uzaqdır, ucqar kəndlərimiz var. O fermerlərimizi bir əziyyət verib yormuruq ki, deyirik ki, məsələn, özləri eləsin. Təbii ki, bu istiqamətdə bizim daimlər də, əməkdaşları da mütəmadi olaraq fermerlərimizin məlumatlandırılması və maarifləndirməsi işlərində yüksək səviyyədə səy göstərirlər və daimlərə yaxınlaşan fermerlərimiz bu istiqamətdə ECDIS-ilə bağlı qeydiyyatdır, bəyan prosesidir, məlumatların daxil edilməsidir. Bu istiqamətdə mütəmadi olaraq onlara dəstək göstərilir və eyni zamanda sistemin funksiyaları, imkanları, istifadə imkanları barədə ətraflı fermerlərə məlumat verilir ki, növbət dəfə əziyyət çəkib daimə yaxınlaşmasın, özü öz təsərrüfatından ayrılmadan, evindən artıq günümüzdə demək olar ki, hər kəsin bir smart telefonu var ən azından. O telefon vasitəsilə bu prosesi özü sərbəst şəkildə həyata keçirə bilsin. Təbii, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin bütün işçiləri üçün xoşdur ki, fermer gəlsin, hər hansı bir məsələ ilə bağlı müraciət eləsin. Əminəm ki, bütün bölgələrdə belədir. Həmçinin sizin də rəhbər olduğunuz bir sayılı Dövlət Aqrar İnkişaf Mərkəzində. Amma nə ehtiyac var əgər siz bunu belə deyək də məsafədən özünüz eləyə bilirsinizsə telefon vasitəsilə. Bundan başqa asan xidmət mərkəzlərində də belə bir, həm də KOB evlərində regional pəncərələr var, regionallarda. Yalnız regional asan xidmət mərkəzlərində, bir də Yevlax və Xaçmaz KOB evlərində bu istiqamətdə fermerlərimizə dəstək göstərilir, yardımcı olurlar. Eyni zamanda səyyar şəkildə daim əməkdaşları kəndlərə gedərək bu prosesdə bəli, fermerlərimizə köməklik göstərirlər. İstər monitorinq zamanı da gedərkən fermerlərimizin maarifləndirməsi istiqamətində işlər görülür. Çox gözəl. Fermerin real dostuna baxırsınız, dəyərli, əziz, zəhmətkeş fermerlər. Biz bugün elektron kənd təsərrüfatı informasiya sistemi və bəyan prosesindən danışırıq. Bu mövzuda dəfələrlə fermerin real dostunda danışmışıq. Amma bunun zərurətini və vacibliyini anlayaraq yenidən və həm də bəyan müddəti, bəyan dövrü başlayıb, yazılıq və çox illik əkin bəyanlarının müddəti başlayıb. O səbəbdən təkrar bu mövzuya, necə deyirlər,
müraciət eləməyin özümüzə borc bildik və bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Orxan Hüseynovla danışırıq. Orxan müəllim, yeri gəlmişkən, fevral ayının 1-də başladı, bir müddət başladı. Bu bir marafondur. Fermerlər üçün vacib bir dövrdür. Yazlıq və çoxillik əkin bəyanlarının müraciət dövrüdür. Mayın 31-nə qədər. İndi baxanda düşünür ki, fermer mayın 31-nə qədər bəlli bir dövr var. Hələ ki, qarşıda da hər şey. Amma bu dövr ərzində siz bu maarifləndirmə, məlumatlandırılma, onlara lazım olan informasiyanın çatdırılması, bu işləri aparırsınız. Nələr vacibdir? Nələrə diqqət eləsin fermer ki, səhv eləməsin. Sonra, necə deyirlər, sonraki peşmançılıq fayda verməz məsələsi. Vaxtında düzgün, doğru bəyanları etmək üçün fermerlərə nələri tövsiyə edirsiniz? Bəli, qeyd etdiyiniz kimi artıq fevralın 1-dən etibarən mayın 31-nə qədər yazlıq əkin dövrü bizdə başlayır və artıq başlayıb. Fermerlərimiz önəmli bir məsələyə toxundunuz. Mən də onu xüsusi vurğulamaq istəyirəm ki, bəzən fermerlərimiz bu bəyan prosesini bəzən son aylara, son günlərə saxlayırlar. Mən buradan fürsətdən istifadə edib getmək istəyirəm ki, əgər sahədə səpin işləri aparılıbsa, vaxtında əkin bəyanlarını, yazlıq əkin bəyanlarını, bir illik və yaxud da çoxillik əkmələr üzrə əkin bəyanlarını sistemdə o belə deyək də ayın sonunu gözləmədən, may ayını gözləmədən indidən bəyanlarını etsinlər. Təbii ki, burada mən səpin işləri aparılma sözünü qeyd etdim. Bunu xüsusi vurğulamaq istəyirəm. Çünki əvvəlki illərdən artıq apardığımız o təhlillər göstərir ki, fermerlər səpin prosesini aparmadan öncə sistemdə, EKTİS-də bəyan edirlər, sonra unudurlar. Yəni, səpin aparılmır və sonra bəyanı dəyişməyi unudurlar. Və sonraki monitorinq prosesində həmin faktiki sahədə əkin yoxdur, ancaq EKTİS-də bəyan var. Və bu monitorinq zamanı həmin fermerlərimizin ərazisinin uyğunsuzluq kimi qəbul olunur və uyğunsuzluq olduğu üçün də həmin ərazilərin, fermerlərin məxsus ərazilərin cərimələnməsinə səbəb olur. Təbii ki, bu xoş bir hal deyil. İstəmərik ki, hansısa fermerimizi cərimələnsin ərazisi. Sadəcə buradan da vurğuluruq ki, məqsəd də bəli, cərimələnmə deyil. Məqsəd odur ki, biz maarifləndirək, məlumatlandıraq ki, ola bilər, unudurlar, bu normal bir haldır. O nöqteyi nəzərdən qeyd edirik ki, səpin işləri aparıldıqdan sonra gəlib bəyan prosesini həyata keçirsinlər. Bu əkin bəyanı nədir sualını biz bir açıqlasaq, əkin bəyanı fermerin hansı sahədə, hansı məhsulu əkdiyini dövlətə bildirməsidir. Yəni, sistemdə bəyan etməsidir. Və bu da təbii ki, bu bəyan aqrar subsidiyaların hesablanması prosesində əsas sənəd sayılır. Və yəni, statistikanı formalaşdırır. Bəli. EKTİS-də bəyan prosesi əsasən, əsas addımlar olaraq götürsək, faktiki əkin sahəsinin daxil edilməsi, bitki növünün və sortunun düzgün seçilməsi, bunlar çox önəmlidir. Suvarma tipinin seçilməsi, eləcə də əkin tarixinin düzgün qeyd edilməsi, seçilməsi. Və burada əsas vacib məqamlar bu bəyan prosesi zamanı ki, fermerlərimiz bu sadaladığım kateqoriyalar üzrə, bölmələr üzrə düzgün seçmədikdə, daxil etmədikdə məlumatları bu sabah fermerin cərimələnməsinə səbəb olur. Daha sonra fermerin əkin sahəsinin cərimələnməsinə səbəb olur. Çünki bildiyiniz kimi Aqrar Subsidiya Şurasının hər qərarları çıxır və o qərarlara əsasən hər bir bitki növünə uyğun müəyyən əmsallar təyin olunur. Və əgər fermerlər bitki növünü və ya sortunu düzgün seçmədikdə, çünki hər bir bitki növünə uyğun əmsal təyin olunur. Seçmədikdə bu zaman monitorinq zamanı, yerində müşahidə zamanı artıq o uyğunsuzluq aşkarlanır və bunun nəticəsində də fermerin ərazisi cərimələnə bilir. Yəni, buğda, belə deyək də, əkib arpa bəyan etmək olmaz, sadə belə desək. Baxmayaraq ki, hətta bunların əmsalları yaxındır, səhv eləmirəmsə. Oxşardır, amma yəni, bəzən elə olur ki, məsəl üçün də fərqli əmsallar, əmsalı yüksək olan bitkilər bəyan edilir, amma faktiki yerində baxırsan ki, müşahidə zamanı tamam ayrı bir bitki əkilib. Bu zaman 2 illik cəriməyə düşür vətəndaş, yoxsa necədir? Deyək ki, %50-dən yuxarı, 50%-dən yuxarı artıq uyğunsuz olubda və yaxud da fərqli bitki əkilibsə, artıq 2 illik cərimələnir. Təbii ki, biz də həm sizin vasitənizlə, həm digər bizim daimlər vasitəsilə
buradan mütəmadi olaraq dəfələrlə qeyd edirik ki, fermerlərimiz istər özləri evlərindən məlumatları daxil edərkən istərsə də daimə yaxınlaşaraq və yaxud da regional sağ xidmət mərkəzinə yaxınlaşaraq məlumatı verdikdə düzgün formada versinlər ki, sabah anlaşılmazlıq olmasın. Yəni bəzən olar da, yəni fermer gəlir deyir, mən belə dedim, daim əməkdaşı deyir, yox belə deyildi, siz başqa informasiya vermişdiniz, belə mübahisəli məsələlər yaranmasın deyə. Amma yaranmasın deyə təbii ki, tam olaraq əziz fermer, dəyərli zəhmətkeş, onun məsuliyyəti sizin öz üzərinizdədir. Tam doğru. Yəni buna görə kimsə məsuliyyət daşımır o baxımdan ki, siz nə desəz o qəbul olunur və o sistemə daxil olunur. Amma bütövlükdə isə Kənd Təsərrüfatı Nazirliyi də və daimi nümayəndələri də deyirlər ki, yəni siz bunu özünüz etməlisiniz, biz sizə yardım edirik. Düz izah elədim, təxminən belə. Tam doğru sanırım. Yəni bizim yanaşmamız odur ki, fermerlərimizə dəstək göstərməkdir və bu istiqamətdə fermerlər də bizə dəstək göstərməlidir. Yəni düzgün məlumatı təqdim etməklə ki, sabah problemli məsələlər, mübahisəli məsələlər yaranmasın. Yəni burada yanaşma odur ki, fermerlər mağdur olmasın və subsidiyalardan yararlana bilsinlər. Yaxşı, amma may ayına qədər bir dövr var. Dediniz ki, səhvin eləyiblərsə onlar bəyan etsinlər, amma səhvin etməyibsə etmədən də bəyan edə bilərlər. Əlbəttə ki, əlbəttə. Sadəcə olaraq dediyim kimi bir çox gələn, daxil olan müraciətləri təhlil etdikdə baxırıq ki, fermer deyir, mən düşünürdüm əkəcəm, ancaq deyək ki, iqlim şəraitindən, hava şəraitindən və yaxud da digər səbəblərdən əkin apara bilməyib sahədə, ancaq ektisdə bəyanın etdiyini də unudub. Orada çünki dəyişiklik etməlidir, və yaxud da ya redaktə etməlidir, ya silməlidir, ya hansısa yeni əkdiyi bəyanını, daha doğrusu yeni əkdiyi bitki növünü orada artıq seçməlidir ki, sabah problem yaranmasın. Redaktə eləmiş demişəm, yəni misal üçün, mən şərt olaraq misal üçün deyirəm, Şəki rayonunda yaşayıram və deyək ki, yazlıq taxıl əkirəm və bəyan eləyirəm. Bəyan etdiyim, amma müəyyən bir dəyişiklik eləmək istəyirəm. Belə bir imkanlar var ektisdə. Bəyan dövrü ərzində, yəni 31 maya qədər bəyan dövrü ərzində məlumatlarda dəyişiklik etmək mümkündür. Amma bəyan dövrü bitdikdən sonra artıq mümkün deyil. Bunu da gözəl sual verdiniz. Əslində çox vaxt fermerlərdən daxil olan sualların da ən çoxsu elə bu istiqamətdədir. Ki dövr bitdikdən sonra baxırsınız ki, müraciətlərin sayı artır. Dövr yəni mayın 31-dən sonra. Mayın 31-nə qədər, bəli. Mayın 31-nə qədər necə dəyişir? Yəni orada düymələr var da, yəni ki, deyək ki, redaktör ilə dəyişdirmək. Əgər subsidiya müraciətini göndərməyibsə, göndər düyməsini sıxmayıbsa, belə deyək, göndər düyməsi olmalıdır. Subsidiya menüsundan. Yeni gəlmişkən bu biz ekranda da gördük, orada göndər düyməsi var. Bəli. Subsidiya menüsundan əkin bəyanları edilir, deyək ki, fəaliyyətin bölməsində. Ondan sonra deyək ki, əgər fermerin hüquq mənəvi sənədləri təsdiqlənibsə, bundan sonra subsidiya menüsunda artıq onun müraciəti elektron, belə deyək də, ərizəsi formalaşır. Bəli. Və o müraciəti göndərdikdən sonra orada redaktə etmək mümkün olmur. Ancaq bir şans var ki, göndərmədən etmək olar. Bir şans var ki, bəyan dövrü ərzində o aktiv subsidiyasını da belə geri çəkə bilir fermer özü. O imkan yaradılıb. Ki, müvafiq dəyişikliyi etsin, ondan sonra təkrar göndərsin. Bəyan dövründə. Ancaq bu proseslər hər biri bəyan dövrü ərzində baş verir. Bəyan dövrü bitdikdən sonra artıq təbii ki, qaydalar var, təbii qaydalar müəyyən geri çəkmək olmur, bəyan redaktə etmək olmur, silmək olmur. Bəs subsidiyanı almaq üçün bəyan prosesində vacib olan digər tələblər nədir? Orxan müəllim, istəyərdim bunlarla bağlı danışaq. Sığorta mövzusu var, sonra torpaq analizi, agrokimyəvi analizdən biz bununla bağlı dəfələrlə danışmışıq, amma vacib məsələlərdir, buna toxunaq. Daha sonra yeni qaydalar bəlkə var, onu biz bilmirik, fermerlərimiz eşitsinlər. İstəyərdim ki, bununla bağlı danışasınız. Doğru buyurdunuz. Ümumiyyətlə, fermerin əkin sahəsi əgər sığorta predmetidirsə, burada bir bitki növü üzrə 10 hektardan az olmayan ərazilər, bəyanlar şamil edilir. Əgər o bitki növü sığorta predmetidirsə, o mütləq şəkildə qeyd olunan o müddətlərdə o sığorta prosesini icra etməlidir. Yəni o bəyanlı bitki növünü sığortalatdırmalıdır. Əgər sığortalatdırmasa, deyək ki, o həmin müddətlərdə o zaman subsidiyadan yararlana bilməyəcək. Eləcə də həmin sahə agrokimyəvi analiz predmetidirsə, artıq 3 hektar bəyan edilmiş ərazilər
artıq aqrokimyəvi analiz predmeti sayılır. Əvvəl 5 hektar idi. Əvvəl sənəd üzrə 5 hektardır, bəli. Vaxtında və düzgün şəkildə aparılmalıdır. Neçə müddətdən beri verilir Orxan müəllim? Aqrokimyəvi analizlərin aparılması 2 il keçərliyi var. Artıq 2 ildən bir. Həmin bəli o sahəyə. Ola bilər fermerlər istənilən vaxt hər il aqrokimyəvi analizini apara bilər. Bu əslində faydalıdır. Bəli, bu əslində faydalıdır. Bir-iki torpağında nə var? Tam doğru. Yəni şərt deyil. Sadəcə subsidiya verilməsi qaydalarında əsas olaraq 2 ildən bir keçərlidir. Bir də əsas son olaraq qeyd etmək istəyirəm. Sertifikatlı toxumlarla bağlı. Bəli, çox vacib. Bəli. Bildiyiniz kimi artıq 10 hektar yuxarısı buğda bitkisi üzrə, 100 hektar yuxarısı da arpa bitkisi üzrə artıq sertifikatlı toxum tələbi var. Mütləq şəkildə fermerlərimiz bəyan edən zaman, əgər 10 hektardan yuxarı buğda bəyan edərsə, mütləq şəkildə sertifikatlı toxumdan istifadə etməlidir və ekdisdə də mütləq şəkildə həmin sertifikatlı bölməsi var ki, sertifikatlı olduğunu qeyd etməlidir. Bəli. Bizim bu payızlıq əkin dövründən gələn müraciətlərdən çoxsu bununla fermerimiz bəli bununla bağlıdır ki, fermerimiz əslində sertifikatı var, ancaq sistemdə yanlışlıqla sertifikatlı toxum deyil kimi seçib və təbii ki, bunlara da indi çoxsaylı müraciətləri nəzərə alaraq onlara da yəni ərizələri alınaraq ayrıca baxılacaq, istisna olaraq baxılacaq. Yəni sırf vətəndaşlara, fermerlərimizə bir dəstək olaraq. Ancaq bu yazlıq dövründə fermerlərimizdən elə xahişimiz odur ki, başda zaten qeyd etmişdik, məlumatları təqdim edərkən düzgün formada təqdim etsinlər ki, sonra bəyan dövrü bitdikdən sonra belə mübahisəli məsələlər yaranmasın, çətinlik olmasın. Orxan müəllim, minnətdaram sizə. Sizin bu müddət ərzində, bu bəyan dövrü ərzində işiniz 1-ə 5 artır. Bütün ümumiyyətlə Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına, sizlə çalışan əməkdaşlara səbr, təmkin və bol enerji arzulayıram ki, bu dövr ərzində həm də bizim yüzlərlə, yüz minlərlə fermerlərimizlə necə deyirlər, çiyin-çiyinə həm də siz də çalışırsınız, bu prosesi aparırsınız, yekunlaşdırırsınız. Sonra bunun subsidiyası ödənilir, hələ monitorinq olunur. Yəni işləriniz çoxdur. Yorulmayasınız, çox sağ olun ki, vaxt tapıb gəldiniz verilişimizə. Mən təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Əziz dəyərli fermerlər, hörmətli tamaşaçılar, elektron kənd təsərrüfatı informasiya sistemi. Kənd təsərrüfatı sistemində ümumiyyətlə bu sahədə illərdir, artıq 6 ilə yaxındır, qonağım da dedi, kənddə yaşayanlar və kənd təsərrüfatına məşğul olanlar, fermerlərimiz məhz bu üsulla, bu yolla subsidiyaları alırlar. Çox innovativ, çox müasir və mütərəqqi bir sistemdir. Məhz bu sistemlə bağlı danışdıq. Həm də bəyan prosesi ilə bağlı danışdıq. Bəyan dövrüdür. Fevralın 1-dən başlayıb mayın 31-nə qədər yazlıq və çox illik bəyanlarınızı vaxtında düzgün, doğru şəkildə sistemə daxil edin, elektron kənd təsərrüfatı informasiya sisteminə. Biz bu mövzunu işıqlandırdıq. Hər hansı bir sualınız olsa 0652 çağrı mərkəzi var. Kənd Təsərrüfatı Nazirliyinin eyni zamanda bölgələrdə daimlərə yaxınlaşa bilərsiniz. Gələn həftə yenə də fermerin real dostunda görüşmək ümidi ilə sağollaşıram. Hələlik.